ömür yoluna heç və də yad izlər düşməyib. Ümumiyyətlə, Xəlil Rza bizim şairlərlə bağlı təsəvvürlərimizi hardaysa alt-üst edir. Çünki o, ilk tanış olduqları gündən ömrünün son anına qədər sevgi şeirlərini yalnız Firəngiz xanıma yazıb. Başlayıb bacıma yaxınlaşmağa yavaş-yavaş edində. Az Nizamini öyrən, Füzulini öyrən, Xəqanini öyrən. Neyinirsən, Marksi, Engilsi öyrənirsən, Lenini öyrənirsən. Dedim ki, mənim atam istəyib ki, mən sekretar raykom olum da, katib olum. Nəysə elə belə getdi, gəldi. Bunu da gördüm, danışığına da xoşum gəldi ki, yaxşı danışır. Amma mənim ərə gedən vaxtım deyir, axı. Bacım elə gedməyib, birinci gələ bacım gedə, sonra mən gedəm də. Dedim, yox, mən elə institutu qutarmayınca mən içeri tərpənən deyirəm. Bir də ki, mən elə səni dəqiq tanımıram, yaxşı gələk tanıyam səni. Zaman da məktublar yazır, bir də verir mənə. Həqiqətən də məktubu oxuduqca bunun mənəvi dünyası mənim gözümdə canlanır və ürəyimdə deyirəm ki, elə bu mənim adamımdır deyəsəm. Atam da özlüyündə fikirləşib ki, sevib geçsə yaxşıdır. Kişiyə deyib ki, mən sənə söz vermirəm, amma gedib qızın anasına deyərəm, ana qızı ilə danışar, görək anasına nə deyər. Atam gəlir anama deyir ki, bəs belə də qızı istəyənlər var, oğlan filoloqda 3-cü, 4-cü kursdadır. Anam dedi, nə, mən rayona qız verəcəyəm. Ondan sonra dalıcı yeməkləyəcək, gedəcək. Güya ki, mən rayona aparacaqlar da, anam təsəvvür edir. Atam da deyir ki, qızdan öyrənmək yaxşı öyrənginən. Qızı istəsə, harada olsa onun üçün yaxşı olar. Çünki istədiyi adamla bir yerdə olacaq. Yox, mən verməyəcəm. Mən onu, qohumumuz var Cəmil, o həkimdir, Bakıdadır, ona verəcəm. Bu da Ruski yazışıdır Cəmil. Ha vaxt gəlir bizə, görüm anam imkan yaradır ki, mən o ilə bayra çıxım, gedim, söhbət edim də, mənə çatsın yolda. Görüm Rusça danışır da, Rusça deyil, mən Azərbaycan cavab verirəm buna. Eyni vaxtda həm Cəmilin elçiləri gəlib, həm də Səlyandan gəliblər. Qaynanam gəldi, hindi gəldi, qucaqladı, məni öpdü, ay bala, yaxşı olacaq. Xəlil bizə nə yaxşı oğlandı. Həyətimi, bağımı, bağçamı hamısı Gülüstan Xəlil eləyib. Atam dedi ki, baş çıxardacaq bu qız. Bu qız baş çıxardacaq. Niyə sən deyirsən ki, gedməsin, qoy getsin də. Elə həmin günü Xəlil Rzanın elçilərinə hə dedi, Cəmilə yox. Hə demədi. Cəmilə yox dedilər. Amma bunlara dedi ki, qoy hələ bir qızın fikrini çox dəqiq öyrənək. Bəlkə elə hələ uşaqdır, qanmır, elə deyir, biraz camalı zadı var, bəlkə ona görə. Toyunuz nə vaxt oldu? Toyumuz heç yadımda qalmır. Dekabrın 7-sində. Səlyanda oldu. Hə, Səlyana. Buradan Səlyana gəlin apardılar da məni. Mənim yoldaşımla xanım Firəngiz xanım rəfiqə idilər. Birindən o evləndi, birindən mən evləndim, cavan şair. Mən Xəlilin toyuna getdim Səlyana. Orada solduş oldu, sağdış solduş deyirlər. Mən oldum. Buradan da sonra Xəlillə Firəngiz gəldi Gəncədə. Mənim bacım gildə oldu toyum. O ilə heç kəsim yox idi. Orada mənim sağdış solduş, orada da onlar oldular. Bakıdan rayona gedirsən də, hamı baxır, oturuşu var, duruşu var, nə cür hərəkət edir, əlini nə tər uzatdı, çox maraqlıdır. Amma hər halda onlarda o məhəbbəti də mən görəndə, məsələn, onlar şəhər qızlarına bir qəribə kimi baxırdılar da. Oxumağa getdik Moskvaya, ali ədəbiyyat kursu deyirlər o vaxt. Onda ikimiz də göndərdilər. İndi bu qızlar da getmək istəyirdilər. Orada da bizə yataqxana yoxdur, haraya aparaq bu qızları. Özümüz getdik. Sarı maşallah cəsarətli idi. Deyir mənə ki, nüş gözlüyürük. Kəbinimiz, kağızımız. Gedək də deyirəm, az yox, deməmiş, necə gedərik, gedib arada qalacaq. Çaşıb qalacaqlar onda. Deyir, yox, sənin işin olmasın. Bir də gördük, telegram gəldi ki, gəlirik.
Ay, haraya gəlir bunlar, yerimiz yoxdur axı. Sən demə, atalarına məktub yazırlar, güya biz göndərmişik məktubu. Aparıb verirlər ki, Nəriman da Xəlil də xahiş edir ki, gələsiniz Moskvaya, ancaq biz getmirik. Fikir verirsiniz. Atalar deyir, da indi onlar məktub yazırsa gedin, deyir, yox biz getmirik. İndi ataları xahiş edir, nə başlayır, zorla bunları göndərirlər güya. Bunlar gəlir, hər vağzalda düşdükcə qatarın Rostovda, filan yerdə da telegram vururlar, gəlirik. Biz də sevinə-sevinə qarşıladıq ki, bizim yoldaşlarımız gəlir, təzə evlənmişik. Ancaq yataqxana yoxdur. Gələndə gəldik, görüşdük, sevindik. Ancaq getdik, Kiriyə ev tutduq. Kiriyə ev tutduq, ikisi Firəngizlə Sara orada qaldı, Xəlillə də mən yataqxanada ikimiz də bir otaqda qaldıq da artıq. Xatirələr çoxdur. Orada bir dəfə getdik, 25 kilometr idi bizim yataqxananın Peridelçinlə şəhərin arası. Yataqxanamız əvvəl orada idi. Sonra şəhərə köçdük. Bir dəfə gələndə gördük qızlar yoxdur. Axşam da özü də Moskvada axşam saat 10-dur, nədir? Nə Firəngiz var, nə Sara. Xəlil qışqırır, Firal Sara, Firal Sara. Xəlilin də səsi yaxşı idi. Qəbristanlığa da gedib axtardıq. Bir də gördük ki, səsləri gəldi. Hardasınız? Gedirlər şəhəri gəzməyə, Moskvanı. Cavan qız uşaqlardır. Kino gedir, kinoya baxmağa, oradan gec gəliblər. Xəlilin acığı tutdu, Sarıya bir çillə vurdu, Firəngizə də bir çillə vurdu, ikisinə də. Mən də küstüm. Mən də küsmək idi, vurmaq yoxdur. O qədər unudulmaz xatirələrdir qızım bunlar. Mənim üçün, mən elə biləm, mənim ən xoşbəxt günlərim idi. Axşam üstü olanda gedirdik şeylərə, tarlalara. Kələm əkilib, buraq əkilib, kök əkilib. Onların ətrafında fırlanırdıq, gəzirdik. Sonra ocaq qalıyırdıq, ət alırdıq kabab pişirməyə. Nəriman bir sözü vardı, deyirdi ki, Muraz istədi, o ağaca dəgməyin. Muraz istədi. Qurumuş şeyləri qırmayın o ağacdan da xəstələnər. Kol-kosları yığırdıq, gətirib yığırdıq bir yerə. Bunlar da bir iki dənə dəmirdən, nazik simlərdən tapıblar. Kabab pişirirdik orada, yedik. Yəni günlərimiz pis keçmirdi. Biz bilmirdik onda talihimiz hara doğru gelir. Elə sevinirdik. Uşaq sevinclərindən yaşayırıq, şair idik, şeir oxuyurduq. Daim gülüşlərin içindeydik biz, inanın qızı. Ağla gəlmirdi, ev eşik yox idi, orada oxuyurduq. İşimiz yox idi, gəlir. Heç şey fikirləşmirdik. Çünki o qızlar yanımızdaydı ona görə. Oturmuşduq, çörək yediyle dördümüz də qızlar xörək pişirmişdi. Biz oturmuşduq, bir bala vururduq. Heç balada bir şeydi. Birdən nəysə, dedim, gəlsən gedək şəkil çəkdirək. Biz şəkil çəkdirməyi unuduruq qızı, mən indi də deyirəm onu. Və dedim, durun gedək bir şəkil çəkdirək. Çörəyi də deyəsən yarıda qoyduq, onu Firəngizdən soruşa bilərsiniz. Düşdük aşağı, orada taksiyə oturduk, getdik Belarus vağzalına. Belarus vağzalı çox uzaq. Biz onda Aslan Kino Parkı, bax onun yanında qalırdı, yataqxanamız şəhərdə idi. Getdik orada şəkil çəkdirdik. Şəkil də yaxşı çıxdı.